Mətnlər vasitəsilə şagirdlərə hansı əsas dəyərləri aşılayırsınız? Aha, çox gözəl bir sualdır. Bizim ibtidai sinif müəllimlərinin çox böyük zəhməti olur uşaqları milli mənəvi ruhda tərbiyə eləmək. 2020-ci il 44 günlük Vətən müharibəsində şagirdlərimizin, sırf bizim şagirdlərimizin vətəni sevmək, vətənə qayğı, vətəni torpaq satılmır, torpaqdan pay olmur mövzusunda tərbiyə etdiyimizin nəticəsi oldu ki, igidlərimiz, qəhrəman oğullarımız 44 gün ərzində 20% torpaqlarımızı işğalçılardan azad etdilər. Ən əsas biz milli mənəvi dəyərləri qoruyuruq. Məsələn, elə mövzu var ki, tarixi abidələrimiz Qobustan haqqında olanda tarix Azıq mağarasıdır, Qobustan haqqındadır, Şirvanşahlar sarayıdır, Qız qalasıdır, tarixi abidələrimizin qorunmasıdır. Adət-ənənələrimizdir, Novruz bayramıdır, sonra dini bayramlarımız var. Böyüklərə hörmətdir. Bütün bunların hamısı üçün biz mütləq və mütləq vətəni sevmək və milli mənəvi dəyərlərimiz ruhunda şagirdləri tərbiyə etməliyik. Azərbaycan dili dərslərində mətn əsaslı təlimin üstünlükləri barədə nə düşünürsünüz? Bizim zamanımızda Azərbaycan dili deyəndə yalnız qrammatika ağla gəlirdi. İndi isə artıq şagirdlər mətn əsaslı təlimlə tanışdılar. Artıq onlar mətn üzərində işləyirlər. Düşünürəm ki, mətn əsaslı təlim şagirdlərin düşünmə qabiliyyətini formalaşdırır, inkişaf etdirir, hətta söz ehtiyatını da artırır. Şagirdlər artıq oxuyurlar, anlayırlar, dinləyirlər, yazırlar. Yəni, bir sözlə mətnlər şagirdlərdə bu bacarıqları inkişaf etdirməyə imkan yaradır. Mətnlər şagirdlərdə həm də təhlil etmə bacarığını formalaşdırır, inkişaf etdirir. Şagirdlər öz fikirlərini müstəqil şəkildə bildirirlər, həm öz mövqelərindən çıxış edirlər, həm də müəllifin mövqeyini anlamağa çalışırlar. Müəllimlər üçün mətn əsaslı təlimlə bağlı treninqlər və ya təlim proqramları təşkil edilsə, hansı mövzulara üstünlük verilməlidir? Deməli, əvvəla onu deyim ki, mətn əsaslı təlim öyrənməni daha mənalı və daha funksional edir. Və mətn əsaslı təlim zamanı bir çox problemlər ortaya çıxır. Hansı ki, tələbələrin o mətni analiz etmə qabiliyyəti və yaxud da dinləyib anlama problemləri, bu problemləri aradan qaldırmaqdan ötəri vacibdir ki, müəllimlərimiz bir çox treninqlərə qoşulsun və o treninqlərdə lazım olan məsələlər, bizim gündəlik dərslərdə rastlaşdığımız məsələlər qabardılsın. Mətnlər vasitəsilə şagirdlərə hansı dəyərləri aşılayırsınız? Biz bilirik ki, mətnlər iki cür olur. Biz əsasən keçirik ki, informativ mətnlər, bədii mətnlər. Əgər informativ mətndirsə, biz elmi-texniki inkişaf, keçdiyimiz mətnin həyatla əlaqəsi, bizə lazım olacaq bilikləri həyatda tətbiqini aşılayırıq. Amma bədii hissə olanda əsasən uşaqlarımızda mənəvi dəyərlər, vətənpərvərlik, dostluq, yoldaşlıq, əməkdaşlıq, yaxşılıq, zəhmətkeşlik kimi hisslər aşılanır. Bu da mətnin növündən asılı olaraq, mətnin ideyasından asılı olaraq, məzmunundan asılı olaraq uşaqlara aşılanır. Mətn əsaslı təlimin praktiki istifadəsində hansı çətinliklərlə üzləşirsiniz? Burada şagirdlərin çətinlik çəkdiyi məqamlardan biri kimi mən düşünürəm ki, şagirdlərin ümumiyyətlə mətnlə işləyərkən elmi fantastik janrda olan, elmi üslubda olan mətnlər, publisistik üslubda olan mətnlərdə nisbətən çətinlikləri daha çox olur, bədii üslubda mətnlərdə az olur. Bunu Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan nəticələrinin statistik analizində baxdıqda görürük ki, orada məhz elmi üslubdakı, yəni bədii publisistik üslubda olan daha doğrusu mətnlərdə uşaqların nəticəsi aşağı və lakin bədii üslubda olan mətnlərdə üstünlük təşkil edir. Və düşünürük ki, burada ümumi təhsil məktəblərindəki mövcud dərsliklərə də yenidən baxılmalıdır. Çünki mövcud ümumi təhsil məktəbinin dərsliklər daha çox tərcümə proqramları ilə çevrilmiş deməli mətnlərdir. Bu da Azərbaycan dilinin deməli qaydalarına uyuşmadığı üçün şagirdlərdə müəyyən anlaşılmazlığa səbəb olur. Lakin biz burada sürətli oxumaq, müxtəlif oxu texnikalarla işləmək, düşünərək oxumaq və s. həm oxu metodikasına fikir vermək lazımdır, həm şagirdlərin leksik bazasına fikir vermək lazımdır, həm də dərsliklər üzərində işləmək. Yəni bu üçlük paralel gedərsə düşünürük ki, şagirdlərimizin bu 21-ci əsr bacarıqlarını formalaşdıra bilərik. Azərbaycan dilində mətn əsaslı təlimin üstünlükləri və çatışmazlıqları səncə nədən ibarətdir? Deməli, Azərbaycan dilində mətnlərin üstünlüyü ondan ibarətdir ki, biz mətnləri tədris etməklə şagirdlərdə dünya görüşünün artmasına, onların dünyaya baxış bucağının dəyişməsində demək olar ki, önəmli yeri var. İki cür mətn işlədirik biz daha çox şagirdlərə, bədii mətn və qeyri-bədii mətn olan informativ mətnləri işlədirik daha çox. Mənə elə gəlir ki, bu uşaqların ümumiyyətlə dünya görüşündə, həyata baxışında, özlərini ifadə etməsində böyük rol oynayır. Amma dil qaydalarını biraz arxa plana atmışıq.
Bu əlbəttə ki, özünü 9-cu və 11-ci siniflərin buraxılış imtahanında da özünü göstərir ki, biz dil qaydalarını biraz arxa plana atmışıq, mətnlərə daha çox üstünlük veririk. Bəli, bunu yenə deyirəm, uşaqlara xeyri tərəfi var, amma mənfi tərəfi də ondan ibarətdir ki, dil qaydalarını arxa plana atmağımızın mənfi cəhəti ondan ibarətdir ki, mənə elə gəlir, bu mənim subyektiv fikrimdir, yaxın 4-5 il ərzində, yaxın gələcəkdə mənə elə gəlir ki, şagirdlərimiz düzgün yaza biləcəklər, düzgün tələffüz etmə qaydalarına, sözlərdən düzgün istifadə etmə qaydalarını biraz mənə elə gəlir ki, yadlayacaqlar. Buraxılış imtahanlarında mətnə yer verildiyi qədər də dil qaydalarına yer verilsə, mənə elə gəlir ki, daha yaxşı olar, daha bərabərlik olar. Mətn əsaslı təlimin üstünlükləri və çatışmazlıqları sizcə nələrdir? Üstünlükləri ondan ibarətdir ki, məsəl üçün dil qaydaları, tutaq ki, hansı bir dil qaydası yadımızdan çıxdıqda, mətn əsasında oxuduqda, o mətndə olan proseslərdən biz suallara cavablandırırıq. Yəni dil qaydası o qədər də burada əhəmiyyət kəsb etmir. Daha çox mətnə aid olan suallara cavablandırırıq. Üstünlükləri bundan ibarət ola bilər. Həmçinin ki, nitqimizi və yaxud da ki, yazılı nitqi, şifahi nitqi inkişaf etdirməyimizdə kömək ola bilər. Mətn nə qədər uzun olsa, onu çatdırmaq, oxumaq, sualları həmin mətn əsasında düzənləmək biraz çətinlik yaradır. Çatışmazlığı bunu deyə bilərik. Səncə şagirdlərə uyğun mətn seçimi necə olmalıdır? Hansı mövzularda mətnlər sənə daha maraqlı gəlir? Əsasən həyati, bizə klassik əsərlər daha maraqlı gəlir. Dərsliklərdə əsasən psixoloji və bir çox psixoloji aspektlə olan əsərlər daxildir. Bu kimi əsərlərdə dövrümüzün məşhur yazıçılarının əsərləri ola bilər. Süjet olaraq maraqlı süjetlər var. Məsələn, burada Futbol müharibə süjetini uşaqlara təşviq etmək olar. Bu həm uşaqlarda və gələcəkdə vətənpərvərlik hissini aşılayır, həm də gələcək üçün dəqiq zəmin yaradır. Hansı daha maraqlıdır? Həyatla bağlı mövzular daha maraqlıdır. Bu kimi mövzularda bir çox ailə dəyərləri və mənəvi dəyərlər də əks etdirilə bilər. Həm bu dərsi daha maraqlıdır, həm də uşağın mətnə daha da adaptə olması üçün mühüm bir fürsətdir. Mətn əsaslı dərslərlə qrammatik əsaslı dərsləri müqayisə etsən, hansını daha faydalı hesab edərsən və niyə? Mətn əsaslı dərslərlə qrammatik əsaslı dərsləri arasındakı müqayisədə əsasən qrammatik əsaslı dərslər əsasən bizə dili bacarıqlarımızı inkişaf etməyə və Azərbaycan dilinin dərinliklərini öyrənməyə kömək edir. Ancaq mətn əsaslı dərslərdə isə əsasən şagird mətni oxuduqda həm nitq bacarıqlarını inkişaf edir, həmçinin milli mənəvi dəyərlərimizi və dünya görüşündə inkişaf etdirməklə yanaşı buradakı tarixi faktları da öyrənmiş olur və əsasən bu da hər şagirdin iləridəki dövrlərdə hər hansı bir sahə ilə yanaşmasında özünü daha da inkişaf etdirməsinə və bu sahə haqqında bir çox araşdırmaları və bir çox haqqındakı məlumatları əvvəlcədən bilmiş olacağını göstərir.